Tərtərdə arıçı öz təsərrüfatında arı sancmasından dünyasını dəyişib. Onların bildirdiyinə görə mərhumun arı sancmasına qarşı allergiyası olub. Hadisə baş verdikdən sonra Nazim Əmrahov təcili tibbi yardımla Tərtər Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas eləmək mümkün olmayıb. Deməli, bu həmkarımız dünyasını dəyişibdir. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Arıçılıq çox sevilən sahə olsa da eyni zamanda təhlükəli bir sahədir. Xüsusilə allergiyalı olan insanlar üçün çox təhlükəlidir. Allergiyası olan insanları məsləhətdir ki, bu işlə məşğul olmasınlar, arıxanalardan uzaq dursunlar ki, bu yoldaşın başına gələn hadisə onların da başına gəlməsin. Eyni zamanda, əgər bu allergiyası olan insan bunlara rəğmən yenə də bu işlə məşğul olmaq istəyirsə, mütləq şəkildə yanında preparatlar olmalıdır və arıxanada bu insan tək olmamalıdır. İkinci bir şəxs olmalıdır ki, bu insana nəzarət eləsin. Hər hansı bir bədbəxt hadisə baş verərsə, sürətli bir şəkildə müdaxilə eləsin və o insanı xəstəxanaya çatdırsın. Və onu da qeyd edeyim ki, heç bir iş sizin həyatınızdan, sizin canınızdan dəyərli deyil. Odur ki, əgər allergiyanız varsa, çalışın, arıxanalardan uzaq durun. Və ikinci olaraq, normal insanlar əgər arıçılıqla məşğuldurlarsa, arı sancması zamanı və yaxud da fərqi yoxdur. Qonşudan bir adam gəlirsə həyətə və yaxud da uşaq gəlirsə fərq eləmir. Arı sancması zamanı nə etmək lazımdır? Bütün arıçıların evində mütləq şəkildə preparatlar olmalıdır ki, hər hansı bir hadisə olarsa, tez bir vaxtda o preparatlardan istifadə olunsun. Tutaq ki, əlinizdən arı sancdı. İlk növbədə nə edəcək? Birbaşa tutub çıxartmaq olmaz. Çünki siz tutub çıxartsanız, zəhəri bədəninizə yeritmiş olacaqsınız. Misal üçün, əlinizdə belə bir kart varsa, kart vasitəsilə sivirib o iynəni oradan çıxardırsınız. İkinci olaraq, o hissəyə buz qoyulur və gözlənilir. Əgər hər hansı bir reaksiya olarsa, yəni misal üçün, baş gicəllənmə, halsızlıq, ürək bulanma, bədəndə səpkilər əmələ gələrsə, mütləq şəkildə müdaxilə olunmalıdır. Belə deyək, preparatlardan istifadə olunmalıdır və daha sonra isə həkimə aparılmalıdır ki, tez bir vaxtda müdaxilə olsun. Çünki bu, o insanın həyatı üçün təhlükəli ola bilər. Və arıçılar, biz bəzən video çəkərkən papaqsız, əlcəksiz video çəkirik. Amma misal üçün, məni eyni zamanda 10-15 arı sancıbdır. Amma mənə bir şey olmuyor. Amma bu o demək deyil ki, mənə yenə də bir şey olmayacaq. Arı sancması çox təhlükəli ola bilər. Xüsusilə məsəl üçün gözdən arı sancması olarsa, bilin ki, o göz kör olacaq. İkinci olaraq dildən arı sancması olarsa, dil şişib, nəfəs yollarını tutub sizi boğa bilər. Bu da sizin üçün həyati təhlükə yaradır. Odur ki, çalışın papaqlardan, əlcəklərdən və paltarlardan istifadə edin ki, arı sancması olmasın. Xüsusilə baş hissə arı sancmasından qorunmağı məsləhətdir.